yeni bir dönem başladı. Aslında Zelenski'nin Amerika'daki görüşünden sonra, Trump'la görüşünden sonra yeni bir dönem başladı. Orada aslında Zelenski gözləmədiyi bir force major halla, aslında biraz provokasiya olundu mu desək, ya bilərəkdən və ya bilməyərəkdən arzu olmaz vəziyyətə düşmüş oldu. Amerika Birləşmiş Ştatları bilirsiniz də, bunların xarizması bu qlobal dünyanın yeni şəkilləşdirilməsində lider ölkə və onların prezidentləri belə məsələləri asan-asan həzm etmirlər və qəbul etmirlər. Bunları çox asanlıqla qisasa çevirə bilirlər. İndi o qisas mərhələsinə keçib ki, əslində Amerika Birləşmiş Ştatları Ukraynadan necə bir qisas almaq istəyir? Buraxdı, dedi, gedin, artıq təhlükəsizliyinizi təmin edə biləcəksinizsə, öz tərəfdaşlarınızla Avropa İttifaqında onların yanına qoşdu. Dedi, gedin artıq bundan sonra Avropada daxil, Ukraynada daxil, Avropa İttifaqının və Ukraynanın təhlükəsizliyini Amerika Birləşmiş Ştatlarının çətiri altını görmədən bir plan qurun. Avropa İttifaqı da bu günlərdə bilirsiniz də yeni bir toplantı keçirdi və Ukraynaya dəstəyin nədən ibarət olacağına dair bir müzakirələr apardılar və o qənaətə gəldilər ki, uzun vadədə Avropa İttifaqının da təhlükəsizliyi, hətta NATO'nun çətiri altında da olsa belə, Amerika Birləşmiş Ştatları əlini bu işin arxasından çəksə, bu mümkün olmayacaq. Hətta bunun belə deyək də, əsas aparıcı dövlətlərin rəhbərləri, ən azından Avropa İttifaqına daxil olmayan, belə deyək, Böyük Britaniya, Fransa və Almaniyanın rəhbərlərinin yanaşması ondan ibarətdir ki, biz necə etməliyik ki, Zelenski yenidən əvvəlki dialoqa qayıtsın Amerika Birləşmiş Ştatları ilə bərabərcə bu işi irəli götürək. Hətta Amerika Birləşmiş Ştatları bunu etməsə belə, yəni əvvəlki vəziyyəti ilə Ukrayna rəhbərliyini qəbul etməsə, Fransa prezidenti Macron artıq nüvə silahının ümumiyyətlə Avropa İttifaqının təhlükəsizliyinə dair gələcəkdə zəmanətin nüvə silahı olacağını səsləndirdi. Mən deyəndə ki, yeni dönəmə keçmişik. Heç bir ölkə, NATO ölkəsinə daxil olan, NATO'ya daxil olan ölkə rəhbərləri nüvə silahının istifadəsini dair heç zaman səsləndirmirdilər. Demək ki, nüvə silahının səsləndirilməsi nə zaman başlayır? Çox ciddi ehtiyatlanma olanda. Yəni, biraz da onu nə zaman ki, belə deyək, 52 ölkə Ukraynanı dəstəkləyəndə Rusiya bunu taktiki nüvə silahının istifadəsinə dair mesajlar səsləndirirdi. Əslində çəkindirmə gücü kimi bunu səsləndirirdi və bir yerə qədər də nail oldu. İndi artıq Avropa İttifaqı bu ritorikaya keçibsə, demək ki, artıq biraz da, yəni Zelenski Avropa İttifaqının rəhbərlərinin istədiyi kimi, indi aparıcı dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının istədiyi kimi əvvəlki vəziyyətə qayıtmasa, vəziyyət nəzarətdən çıxa bilər. Yəni, necə çıxa bilər? Artıq Rusiyada da yanaşmalar ondan ibarətdir ki, Macron artıq Napolyon dövrünə, artıq Hitlerlə müqayisə edirlər ki, o dönəmdən nəticələr çıxartmalıdırlar. Yəni, əslində, Rusiya deyir ki, Avropa İttifaqı bu mərhələdə Amerika nə deyirsə, o paraleldə hərəkət etsin. Desəniz ki, Ukrayna bu test edildiyindən sonra, bu Oval kabinetdəki bu görüşdən sonraki bu yeni, belə deyək, vəziyyəti yenidən qiymətləndirdi mi? Ukraynadan gedən mesaj görsənir ki, Zelenski istəyir əvvəlki vəziyyətə qayıtsın. O da nəyə qayıtsın? Əslində, Amerika Birləşmiş Ştatları bu verirsiniz də, bu siyasilərdə bu görüşlərin təşkil olunması elə bir asan məsələ deyil. Amma Amerikanın gözləntisi oydu ki, Ukrayna nə deyəcək bir başqa cavabında. O bilirsiniz də, mineral ehtiyatların haqqında müqavilənin Amerika Birləşmiş Ştatlarının bərabərcə istifadəsində dair müqaviləni gözləyirdi orada imzalamaq. Zelenskinin gəlmək niyyəti o görüşdə oydu. İndi əslində ona qaytarırlar bir başqa Zelenskini, çox güman ki, o sənədin imzalanmasına biraz da məcbur edəcəklər. Amma görünən odur ki, Amerika Zelenski ilə bərabər yolu davam etdirmək istəmir uzun